Zabit orientlər, gəlin belə bir suala baxaq. Ədədi sizliyə aid bir sualdır bu. Deməli, 4-ə böldükdə qalıqda 3 alınan bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Yəni, mənə burada SN lazımdır, SN düsturu. SN düsturda necə idi? A1 üstəgəl AN bölünsün 2 vurulsun N. Yəni, birinci 4-ə bölünən ilk 2 rəqəmli ədədin üzərinə 4-ə bölünən sonuncu 2 rəqəmli ədədi gələcəm. 2-yə böləcəm və sayına böləcəm. İndi gəlin sayını tapaq. Sayını tapmağı biz natural ədədlər bölməsindən belə bir düsturdan istifadə edirdik. N bərabərdir sonuncu çıxaq əvvəlinci bölünsün artım üstəgəl 1. Düzdür, mən bunun ədədi silsilədə ayın düsturundan da yaza bilərəm, amma belə daha rahatdır. Bu artıq düsturun çıxarılışıdır deyə daha rahatdır. Sonuncu nə eləyir? Deməli, 4-ə böldükdə qalıqda 3 əlindən olunan ədədləri yazaq. Bax, biri 4-dən başlayın. 4, eləməyin. 4-ü 2-yə vur 8. 4-ü 3-ə vur 12. Burada da qalıqda dediyi üçün 4-ün üstünə 3 gəl 7. 2 rəqəmli deyil. 8-in üstünə 3 gəl 11. 11 2 rəqəmlidir. Deməli, mənim əvvəlinci 11-dir. Sonuncu nə olacaq? Sonuncu 2 rəqəmli ədədim 96-dır deyəsən 4-ə bölünən. Üstünə də 3 gəl 99. Əgər məsəl üçün bu 3 rəqəmliyə keçsəydi, ondan əvvəlki 92-ni götürərdim və s. Yəni bu şəkildə gedirəm. 99 çıxaq 11 artım 4-dür. 4-dən söhbət gedir. Üstəgəl 1. 88-i 4-ə böl. 22, 22-nin üzərinə 1 gəl 23. İndi gəlin düsturda tətbiq eləyək. Deməli, S23 bərabərdir. Burada deməli, S-in digər düsturundan da getmək olar. 2A1 üstəgəl M-1 deyəndə, amma yəni bu daha rahatdır. A1 neçə idi A1? 11 üstəgəl AN 99 bölünsün 2 vurulsun 23. Bəli, 23. Başlayın. İndi 11-in üstünə 99 gəldim 110. 110-u 2-yə böldüm 55. 55 də 23-ə vuracam. 3-dən 5-in 15. 3-dən 5-in 15, 16. 2-dən 5-in 10. 2-dən 5-in 10, 11. Neçə eləyir? 5, 6, 1265. Yəni 1265 ədədlərimizin cəmidir.